وقل رب زدني علما. الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له أشهد أن محمدا عبده ورسوله أما بعد. Allah həmd olsun, Allaha Azze və Celle'yə şükürlər olsun ki, Ramazan ayındayıq, mübarək bir aydayıq və bu ay böyük neymətdir bizə. Allah Azze və Celle'dən neymətdir və bu neymətə görə Rəbbimizə sonsuz həmd sana olsun ki, o bizə bu neyməti artırsın və bizi çoxlu Ramazanlara çıxmağa nəsib etsin və həqiqətən neymət şükürlə qarşılanarsa artar. Ləin şəkərtum ləəzidənnəkum. Əgər siz mənə şükür etsəz, Allah Azze və Celle buyurur, əgər siz mənə şükür etsəz, mən sizə olan neymətimi artıraram. Ona görə həqiqətən Ramazan ayı böyük bir qazancdır, böyük bir xeyirdir, bərəkətdir. Necə ki, İbn-i Cəvzi rahimehullah deyir ki, qəbir əhlinə deyilsəydi ki, dünyadan bir şey istəyin, onlar deyir, Ramazandan bir gün istəyərdilər. Ona görə Ramazanın xeyri, bərəkəti olduqca çoxdur, böyükdür. Yəni, o fikir verin, dünyadan başqa heç nə istəmədi. Yalnız istədi ki, Ramazan ayından bir gün. Görün, Ramazan ayı nə qədər bərəkətlidir. Yəni, bərəkətli bir vaxtdır. Və Ramazanın gündüzləri də bərəkətlidir. Ramazanın gecələri də bərəkətlidir. Ona görə Ramazanın gündüzləri sahabələr dəyərləndirirdilər və gecələrini də dəyərləndirirdilər. Yəni, Ramazan ayı gecəyə və gündüzə xas bir ay deyil. Ona görə müsəlman hər iki vaxtını, həm gecəsini, həm gündüzünü eləməlidir, dəyərli keçirməlidir. Və həmçinin Ramazan ayı, yəni oruc ayıdır, necə ki məlumdur. Bu orucun bəzi məqsədləri var. Diqqət elə, diqqətli ol, Allah sənə bərəkət versin. Allah sizə bərəkət versin. Bax, orucun bəzi məqsədləri var. Müsəlman bəzən oruc tutur, amma məqsədlərdən xəbəri olmur. Bilmir ki, oruc nə məqsəd üçün buyurulub. Nəyə görə oruc əmr olunur? Aleykum salam. Lakin bu məqsədləri bilmək ola bilsin ki, insanın savabını 1-ə 5 qat artırar, 10 qat artırar, 100 qat, 700-ə qədər. Və yaxud da onun həyatında bir dəyişiklik edər. O da nədir? Orucun məqsədini başa düşmək. Nəyini başa düşmək? Məqsəd. Orucun məqsədi. Ən birinci orucun məqsədlərindən kim deyər orucun məqsədi nədir? Əhsən. Yəni, təqva onlardan biridir. Təqva onlardan biridir. Diqqət elə, ən birinci ondan da qabaq, hələ təqvadan qabaq, bilmək lazım ki, oruc ibadət üçün buyurulub. Orucun məqsədi ibadətdir. Bax, diqqət et. El-imtisal əmrilləh. El-imtisal li əmrilləh. Allahın əmrinə imtisal etmək üçün, Allahın əmrinə boyun əymək üçün oruc buyurulub. Ona görə bu orucda əsas məqsəd budur. İnsan Allahın əmrini başa düşsün. Buna görədir. Fikir ver. Oruc insana, müsəlmana başa salır ki, Allahın əmri nə olan şeydir. Deyir, əgər oruc olmasaydı, əksər insanlar bunu başa düşməzdilər. Ki, Allahın əmri nə olan şeydir. Başa düşməzdi. Deyir, oruc insanı onu başa salır. Necə başa salır? Deyir, oruc insanı ac saxlayır. Oruc insanı susuz saxlayır. Oruc qoymur ki, şəhvətini yerinə yetirəsən. Və bu insanı biraz düşünməyə, Rəbbini dərk etməyə neynir? Vadar edir. İnsan başlayır Rəbbi haqqında fikirləşməyə. Və onun fikri doğru fikir olur onda. Çünki insanın mədəsi tox olanda bu fikir onda tam şəkildə olmur. Çünki insan möhtac olmur. Bax, bunun təhlili hardadır? Allah Azze və Celle Quran-ı Kərim buyurur ki, وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَزَابِ
فَمَسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَدَرَّعُونَ. Biz onları əzabla yaxaladıq. Onlar nə yalvarıb yaxardılar? فَمَسْتَكَانُوا da boyun əydilər. Diqqət et. İnsana biraz əzab gələndə, insan biraz möhtac olanda Allaha olan boyun əyməsi artır. Və hətta bax, insan bəla vaxtı Allaha elə yalvarır ki, Allaha tərəf elə yönəlir ki, heç başqa vaxtı qətiyyən elə yönəlməz. Bu da nə vaxt olur? Ehtiyac anında. Oruc, müsibət, sanki oruc tutan insan sanki müsibətdədir. Necə? Yemir, içmir. Gözləyir ki, axşam olsun. Ehtiyac içindədir. Başlayır Rəbbinin imtisalini fikirləşməyə. Allaha ibadəti fikirləşməyə. Allaha möhtaclığı fikirləşməyə. Yəni, Rəbbim Allah qorusun. Əgər kimisə cəhənnəmə atarsa, nə yiyəcək var, nə içəcək var, nə sərin var, nə istirahət var, nə yatmaq var, nə durmaq var, nə ölmək var, nə dirilmək var. Allah akbar. Ancaq əzab. Allah bizi azabdan qorusun. Ona görə bax, oruc öyrədir ki, insan Allaha ibadət üçün bu əməl buyurulub. İnsan Allaha ibadət etməlidir. İnsan bunun üçün yaranıb. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən insanları və cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Allah Azze ve Celle buyurur. Bax, diqqət et. Bu imtisalin dərəcəsi qulda nə qədər artırsa, o qədər Allah qatında qulun dəyəri artır. Bax, təkrar edirəm. Bu imtisal, bu Allahın əmrinə boyun əymənin dərəcəsi nə qədər artırsa insanda, o qədər insanda Allah Azze o insana dəyər verir. Allah qatına dərəcəsi artır. Bax, sahabələr necə idi? Diqqət elə, bax, onlar necə imtisal edirdilər? Yəni, onlar başa düşmüşdülər ki, Allahın sözü və Peyğəmbər sallallahu aleyhi ve sellem sözünə necə əməl etmək lazımdır. Bir dəfə sahabələr məscidə girir və girirlər dalbadal. Allah Resulü sallallahu aleyhi ve sellem oturur, deyir ki, oturun. Və İbn Məsud radiyallahu anhu düz qapının yanında olur. Hələ təzə məscidə girmişdi. Və girən kimi eşidir ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, iclisu. İbn Məsud düz qapının yanında oturur. Yəni Allah Resuluna çatmamış. Yanına, halqasına çatmamış. Allah Resulü onlara nəsiyyət edir. Və sonra durandan sonra deyir ki, ey Abu Abdurrahman, deyir. İbn Məsudun künyəsi olub. Deyir, sən o qapının yanında niyə oturdun? Deyir, ya Rasulallah, eşitdim ki, mən qapıdan girən kimi sən dedin ki, oturun. Deyir, mən həmin vaxtı sən sözə əməl etdim, deyir. Və eləməyib, yəni 10 metr qabağa gəlim, Allah Resulü bizi ora çağırır, yəni öz yanında oturaq, onun üçün bizi çağırıb, o yox, imtisal, didi edəcəm, anında edəcəm. Bax, deyir, subhan, onu görə Allah Resulü sallallahu aleyhi ve sellem ona deyib ki, deyir, İbn Məsud nədən razıdır? Allah Resulü ondan razıdır. Onda olan imtisalə görə. Deyir, Allah ona necə dəyər vermişdi o insana. Ona görə orucun məqsədi, yəni əmri başa düşməkdir. Yəni, misal üçün, bir insan oruç tutur, ibadət edir, orucunda ciddi, maşallah, Qur'anı xətm edir. Amma ona deyirsən ki, Allahdan qorx, bu işdə sən belə eləməlisən, bu etməyin, yəni, Allahın əmrinə müxalif əşmənlik deyil. Getdi oruclar. Getdi ona Qur'anlar. İmtisal yoxdur insanda. Yəni, nəfsinə xoş gəlsin deyə edir. Və yaxud da nəyəsə görə edir. İnsan tam şəkildə Allahın əmrinə boyun əyməlidir. Ya eyyuhəl-ləzînə əmənu udxulu fis-silmi kəffətən. Ey iman gətirən insanlar, İslam'a tamlıqla girin. Bir tərəfiniz müsəlman, bir tərəfiniz mömin, o birisi tərəfiniz kafir, o birisi tərəfiniz asi insan olmayın. Tam ol. Asi olanda da insan necə? Bəzən nəfsinə uyub, bəzən yəni ki, yəni bilərəkdən asilik üzərində davamlı olmaq müminin sifətlərindən deyil. Oruc insana onu öyrədir. Deyir ki, yəni sən axşama qədər bu asilikləri etməyib səbr edə bilirsən.
buna imtizal edə bilirsən, deməli ona da edə bilərsən. Birinci məqsəd ibadətdir. Əgər bunu edirsənsə, o birisi asiliyi də tərk et. Onu da tərk et. Hamısını tərk et. Bu ən birinci məqsəddir ki, yəni oruc bizə buyurulub bu ilə. Və həmçinin oruc, onlar biləndən sonra ki, oruc bunun üçün buyurulub, ona görə dedilər ki, əgər biz bu orucu yerinə yetiriksə, bunu qorumalıyıq. Fikir ver, hər dəfə görürsən ki, hər axşam şeytan istəyir ki, bir dənə qeybət salsın ortaya. Kiminsə söhbəti olsun ortada. Bu hamısı şeytandandır. İnnəmən nəcva minəş şeytan. O söhbətlər hamısı şeytandandır. Allah Azze və Cəllə deyir. Liyuhzinəl-ləzinə əmən. İman gətirənləri kədərə salmaq istəyir. Bu söhbətlərlə. Və həmçinin orucunun savabını almaq istəyir. Abu Hureyranın tələbələri, Abu Hureyranın radiyallahu anhunun tələbələri onlardan nəql olunub ki, onlar deyərdilər ki, sahabələr daima məhciddə müləzim olardılar. Yəni, onlar məhciddə oturardılar. Onlardan soruşurdun ki, siz niyə görə Ramazanda məhciddə oturmağı çoxaldırsınız? Onlar deyərlər ki, nəhfazu siyamənə. Nəhfazu siyamənə. Oruclarımızı qoruyuruq. Bu ilə oruclarımızı qoruyuruq. Yəni, biz məhciddən çıxan kimi insanlar bizi salacaq qeybətə, o bu söhbətə. Bizim orucumuzun sahabları gedəcək. Və biz düşəcəyik başqa söhbətlərə. Mən ləm yədə qavlə zur vəl-əmələ bihi fəleysə lillahi həcətun fi ən yəda' ta'amahu və şərabə. Əgər kim yalan danışmaq və bunun müqabilində olan digər qeybət, yalan, boş-boş danışmaq, çox gülmək, Allahın muraqabasına zidd olan çox gülmək, qəhqəhə ilə çox gülür insan, tez-tez zarafat edir insan. Və bəzən hətta o qədər olur ki, insan bilmirsən, neynəyəsən həmin məclisdə. O qədər gülmək baş verir. Bu hamısı tövhidin naqisliğindəndir. Bir dəfə oldu, əlhamdülillah. 2 dəfə, 3 dəfə, 4 dəfə. Gör nə qədər tövhid insanda, yəni ki, o qədər zəifdir ki, insan dal-badal zarafat edir. Dal-badal gülmək, şənlənmək istəyir. Yəni, o boyda mı dəhşət savablarımız çoxdur? O boyda mı tövhidi yaxşı bilirik, elm öyrənmişik? Sabah bizə ölüm gəlsə, nə peşmançılıqlar olacaq? Və oruc onu öyrədir ki, biraz az gül. Niyə oruclu olanda eləmirsən onu? Niyə oruc olanda eləmirik? Ona görə ki, oruc qoymur etməyə. Bax, o halıvı iftar halıva da keçir. Rəbb bunu istəyir bizdən. Və orucun ikinci məqsədi, alimlər deyir ki, dabtun nəfsdir. Nəfsi düzəltməkdir. Ya eyyuhəl muslim, idbut nəfsək. Deyir ki, ey müsəlman, nəfsini düzəlt. Cəbir radiyallahu anhudan, İmam Beyhəqinin Şuabul İməndə nəql etdiyi əsərdə Cəbir radiyallahu anh deyir ki, liyasum səm'əkə və basarəkə və qalbikə və aynək. Deyir ki, sənin gözün, baxışların, bax nə deyir, gözün, baxışların, eşitmən, qəlbin də oruc olsun. Və sonra bax nə deyir, deyir ki, sənin deyir, oruclu halınla iftar halın deyir, fərqli olmasın. Deməli, insanın oruclu halı ilə iftar halı fərqlidirsə, o insanın düzəlməyə çox ehtiyacı var. Yəni, düzəltmək lazımdır. Və orucun məqsədlərindən ikincisi, danışdığımız dabtun nəfsdir. Nəfsi düzəlt. Əvvəl çox gülən idinsə, biraz azalt onu. Çünki sən oruc tutanda onu etmirsən. Orucda insan yorğun olur, əzalar tox olur, mədə ac olur. Hərəkət eləmək istəmir insan. Ona görə bu orucu buyurulub ki, nəfsini inəyəsən, düzəldəsən. Üçüncü, orucun məqsədlərindən oruc buyurulub ki, insan əxlaqını düzəltsin. Bax, diqqət et. Bax, bu saydığımız məqsədlər var ha. Alimlər deyir ki, əgər bu məqsədlərdən
ya biri, ya bir neçəsi Ramazandan sonra səndə dəyişiklik yaratmayıbsa, o Ramazanın sənin üçün faydası olmayıb. Çünki məqbul əməlin əlaməti o əməldən sonra qulda olan dəyişikliyin baş verməsidir. Ona görə fikir ver, nə qədər qardaşlarımız olub, həccə gəlib dəyişib. Görmüşük biz bunu. Qardaşdır, yəni o cəmaat namazına gələn deyildi, o qədər yəni elmə diqqət edən deyildi. Amma təsəvvür getdi, həccə gəldi, görürsən ki, insan dəyişilib. Həcc məbrurdur, məqbuldur. Deməli, həcci qəbul olub insanın. Deyirsən, subhanallah, bu adam necə dəyişildi? Həcdən sonra. Və Ramazandan sonra dəyişilmək də budur. Əgər Ramazandan sonra eyni həyatı sürürsənsə, bil ki, o Ramazanın sənə o qədər faydası olmayıb. Ona görə çoxlu istiğfar et. Bağışlanma dilə. Allahdan düzəlməyi istə. Çünki bu Ramazanın məqsədi insanı düzəltməkdir. Məqsəd var, məqsəd. Bəzən biz vasitə ilə məşğul oluruq. Elə deyə yox. Necə ki, dərslərimizin birində demişdik, insanlar var. Nə ilə məşğul olur? Vasitələrlə məqsəd qalqı var. Məqsəd nədir? İbadət. İbadətin düzgün geçsin deyə, Allahın dininə dəvət olsun deyə, insanlar Allahın dinini qəbul etsin deyə, insan dünyavi işlər görür, evlənir, övlad olur. Evlənirsən ki, dininin yarısını qoruyasan. Elm öyrənsən ki, dilivi qoruyasan. Amma təsəvvür edin ki, bəzi insanlar heç Allahın dinini fikirləşmir, ancaq məqsədlərlə məşğuldur. İşim olsun, maşınım olsun, evim olsun, sonra bu qutarmır. Bir də onlara böyük bir xəstəlik gəlir. Və o nə deyir? Deyir ki, ya leytən eləm utə kitabiyə. Deyir ki, vay olsun mənim halıma ki, kitabım mənim əlimə heç verilməyəydi. Və ləm ədri mə hisabiyə. Heç mən heç haqq hesabımı bilməzdim. Deyir ki, Allah təala deyir ki, hələkə anni sultaniyyət. Deyir, mənim vəzifəm də məhv oldu, deyir. Diqqət et. Deyir, mənim vəzifəm həlak oldu. Bəzi insanlar var, öz puluna güvənir. Amma ariflər deyirlər ki, mən i'təmədə alə məlihi qal. Əgər kim öz puluna güvənərsə azalar. Bax, diqqət et. Puluna güvənənin pulu azalacaq. Mən i'təmədə alə nəsi məl. Kim insanlara güvənərsə bezəcək. İnsanlar bezdirəcək onu. Mən i'təmədə alə aqlihi dal. Kim öz ağlına güvənərsə azacaq. Güvənmə öz ağlına. Öz ağlına güvənən Abu Cəhildir. Öz ağlına güvənən Nuhun oğludur. Batdılar, məhv oldular. Əbədiyyən cəhənnəmə getdilər. Allah bizi qorusun. Mən i'təmədə alə sultanihi zəl. Deyir, kim əgər öz vəzifəsinə güvənərsə zəlil olar. Yardımsız qalar. Amma sonra bax nə deyirlər. Deyir ki, və mən i'təmədə aləllah. Kim Allaha etimad edərsə, Allaha güvənərsə, fələ qall, və lə dall, və lə məllə, və lə zəll. Deyir, nə azmaz, nə bezməz, nə azalmaz, nə zəlil olmaz. Allahu akbar. Bax, bu oruc onu öyrətir bizə. Oruc bizə tövhidi öyrətir. Ona görə orucun məqsədlərindən biri nədir? Şeyx İlham? Təqva. Kəmə təfaddaltum qablə qalil. Necək biraz öncə demişdiniz. Yəni, orucun məqsədlərindən biri təqvadır. Əgər oruc insanı təqvaya yönəltməyibsə, o Allahdan qorxmağa, Allahdan çəkinməyə yönəltməyibsə, orucun insana o qədər faydası olmur. Deməli, o insanın halı hansı insan kimidir? Necə ki, hədisi gəlib, Rubba saimin leysə ləhu min siyamihi illəl cu'u vəl-ataş. Elə oruc tutan var ki, ona orucdan yalnız acılıq və susuzluq qalır. Allah bizi qorusun. Rubba qaimin elə bir gecə namazına duran var ki, la yakunu min qiyamihi illə əs-sihru necəydi? Yəni ət-ta'bu və-səhər. Ki, ona yəni gecə durmasından yalnız yorğunluq və yuxusuzluq qalır.
Təab, yorğunluqdur. Səhər, yuxusuzluq. Var səhər, səhər, suhur vaxtı, səhər. Var səhər, boğaz səsi yox, o bir səhər. Səhər nə deməkdir? Yuxusuzluq, yəni gecəni oyaq qalmaq. Ona görə orucun məqsədlərindən biri də nədir? Əxlaqı düzəltmək. Bax, bunun da dəlili nədir? Seyyid Əbdüqeys radiyallahu anhu əxlaqlı bir sahabidir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona deyir ki, ey Əbdüqeys, deyir, İnnə fikə xisləteyni yuhibbuhum Allah və Rasulü. Deyir, səndə iki xislət var, Allah və Rasul onu sevir. Deyir ki, o da mülayimlik və xoş xasiyyət, gözəl əxlaq sahibi olmaqdır. Həm mülayim idi, həm də gözəl əxlaq sahibi idi. Deyir, ya Rasulallah, deyir, onu mən özüm qazanmışam, yoxsa Allah məni o fitrət üzərində yaradım. Deyir ki, xeyr, Allah səni o fitrət, aleykum salam. Nə deyir orada? Deyir, Allah səni o fitrət üzərə yaradım. Alimlər bu hədisdən götürürlər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ona inkar etmədi. Demədi ki, ey Əbdüqeys, insan bunu heç vaxt qazana bilməz. Dedi ki, yox, Allah səni o fitrət üzərində yaradım. Yəni, məfhumundan da çıxır. Yəni, insan qazana bilər, lakin səndə ondan deyil. Və həmçinin, başqa hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İnnəməl ilmu bit-təallüm və innəməl hilmu bit-təhəllüm. Deyir ki, elm, təallüm. Təallüm təfəül vəznidir. Təfəül vəzni şiddətli çalışqanlığı bildirir. Şiddəti bildirir. Yəni, insanın elm öyrənməsi şiddətli şəkildə çalışması ilə olur. Əgər şiddətli şəkildə çalışmasa, insanda elm yuxuda gəlməyəcək. İnsan çox yatır, çox mübahların içində olur, çox gəzir, çox yerlər, sonra deyir ki, mən niyə elm öyrənmirəm? Yəni, otur 5 saat, 6 saat, 10 saat gör necə elm öyrənsən. Və şikayət çox olunur, yəni məsələ, deyir ki, mən niyə elm öyrənmirəm? Otur bir yerdə 5 saat elm öyrən. Gün ərzində 5 saat, 3 saat. Yəni azdan başla, yarım saatdan başla. Yavaş-yavaş 10 dəqiqə qaldırarsan. Sonra ildə 1 saat artırarsan. İldə 1 saat. 1 saat bu ilə otur, hər gün 1 saat. Gələn il 2 saat oturarsan. O birisi il 3 saat oturarsan. Yavaş-yavaş da birdən biri olmasın. 5-10 il sonra görəcəksən ki, səndə necə elm var. Yəni təbii ki, Allahın müvəffəqiyyətindən sonra. Bu yəni qaydadır da, qaydadır. Yəni, innəməl ilmu bit-təallüm. Elm öyrənmək şiddətli oturub çalışmaqla olur. Və innəməl hilmu bit-təhəllüm. Deyir ki, bax, mən özümü saxlayan adam deyiləm. Tutaq ki, yəni kimsə bu sözü deyir. Biz ona deyirik ki, təhəllüm et. Yəni, özünü sıx. Sıx özünü. Şəfi Rahimullah deyir ki, nəfsin başını buraxma. Hara buraxırsan deyir. O səni yalnız bir şeylərə yönəldəcək. Deyir, onu biraz məcbur et. Bax, Şəfi nə deyir, Rahimullah. Deyir, məcbur et onu. Bəzən görəcəksən ki, oturmuşsan, heç nə eləmək istəmirsən. Nə Quran oxumaq istəmirsən, nə elm öyrənmək istəmirsən, nə dərsə qulaq asmaq istəmirsən, nə faydalanmaq istəmirsən, heç nə. Bu, insanlıq halıdır. Deyir ki, məcbur et onu. Nəfsi məcbur et. Bir müddət məcbur edəcəksən, sonra görəcəksən ki, o rahatlaşıb. Necə ki, alimlər nə deyir? Deyir ki, rahatçılıq çətinliklə əldə olunur. Diqqət et, subhanallah, çox dərin sözdür. Deyir ki, rahatçılıqla yox, rahatçılıq çətinliklə əldə olunur. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem innəməl hilmu bit-təhəllüm. Deyir ki, həlim olmaq, yumuşaq olmaq, yumuşaqlığa özünü məcbur etməklə olur. İnsan özünü məcbur etməsə yumuşaqlığa, necə olacaq yumuşaq? Məcbur etməsən ki, yumuşaq olasan. Deyir, bu hədis dəlildir ki, insan özünü dəyişə bilər. Bu hədis nəyə dəlildir? İnsan özünü dəyişə bilər. Deməli, orucun məqsədlərindən biri də nədir? İnsanın əxlaqını düzəltməsi. Ən axırıncı olaraq bir faydaya, məsələyə toxunum. Ola bilsin ki, Allah Azze və Cəllə kimsə üçün faydalı edər, bizlər üçün faydalı edər. Deməli, çoxu insanlar Ramazan ayında görsən ki, nə verirlər? Zəkat verirlər.
Amma Ramazan ayı zəkat ayından çox nə ayıdır? İt'am ayıdır. Yedirmək ayıdır. Necə ki, sahabələrdən nəql olunan səhih əsərlərdə onlar Ramazan ayı girən kimi Quran oxumaq, məscidlərdə münəzzim olmaq və adam yedizdirməkdə yarışardılar. Diqqət et. Və hətta bəzi alimlər deyir ki, şərt deyil ki, neynəyəsən? Yalnız oruç tutana yemək verəsən. Yəni, oruç tutduğu, orucu açdığı vaxt verəsən. Deyir, hədisdə gəlib, necə Salmanın hədisində gəlib ki, kim əgər bir oruç tutana iftar verərsən, deyir, onun orucunun savabı qədər buna savab yazılar. Deyir, alimlər bu iftarı ümumi ediblər. Yəni, hər hansısa bir vaxt oruç tutan bir müsəlmana yemək yedizdirərsən, istəyir iftarda olsun, istəyir gecə vaxtı olsun, istəyir sübh vaxtı olsun, suhur vaxtı olsun, deyir, hətta bu savabı götürür adam. Ona görə deyir, hədisdə gəlib, it'amut ta'am, ümumi it'am. Onlar deyir, demir ki, iftarda yarışardılar. Deyir ki, onlar it'amda yarışardılar. İt'am daha amdır iftardan. Amma yedizdirməkdə yarışardılar. Ona görə Ramazan ayı yedizdirən aydır. Yəni, əsas buna diqqət etmək. Onlar nə edərdilər? Yəni, mən baxıram ki, dayımız məndən daha çox iftar verdi. Yəni, 10 nəfərə iftar verir. Mən verirəm 15 nəfərə iftar. Sonra o birisi baxır ki, sən vermirsən 15 nəfər, o birisi nə qədər verir? 20 nəfərə. Yəni, hər kəs öz evində çağırır qohum əqrabasını, xüsusən namaz qılmayanları, namaz qılmayan oruç tutanları. Yəni, hamı deyirsən ki, qardaşları yığır, onlara, yəni, əlhamdülillah, yemək verir, iftar verir. Çox gözəl şeydir bu. Lakin, biz, yəni ki, dəvəti nəzərə almalıyıq. İnsanları nəzərə almalıyıq. Ki, namaz qılmayanlar var. Onlara haqqı nə vaxt çatdıracaq? Nə vaxt onlar biləcək? Çağır qohum əqrabadan. Qoy onlar da iftar etsinlər, sevinsinlər. Və sən orada, o məclisdə, it'am məclisində, iftar məclisində gözəl sözlər deyərsən, bəlkə kiminsə qəlbinə girər. Vallahi, bax, bir qardaşımız deyir, insan bir sözlə hidayət olur. O bilmirik ki, o söz kimdən çıxacaq və kimə batacaq. Sən dinən. Səndən deməkdir, bizdən deməkdir. Bax, bir qardaşımız deyir ki, mən ayaqqabı satan idim. Bax, diqqət et. Bu yaxınlarda bir yaxın qardaşım var. Yəni, onun dediyi sözü deyirəm. Amma çox mənə təsir etdi. Deyir ki, mən qadın ayaqqabısı satırdım. Və namaz, yəni ki, başqa batil yollardaydım, deyir. Deyir, bir gün bir qadın gəldi, mənə dedi ki, mən dedim ki, mən filan ağa ya pir filan yerə gedəcəm. Yəni, buna oxşar söz, yadımda qalan deyirəm. O qadın mənə deyir ki, mən səni heç yaraşdırmazdım bunu. Yəni, sənin kimi bir adam gedir o pirlərə, o ocaqlara, yəni. Sənin kimi bir oğlana mən istəyir yaraşdırmazdım onu. Deyir, o qəlbimə o söz belə batdı, deyir. Deyir, ondan mən hidayət oldum, deyir. Dedim ki, ya subhanallah, doğrudan mən başladım onu araşdırmağa. Görmə pirlər, hamısı onlar boş sözlər idi. Deyir, mən tövbə etdim, ondan sonra oldum əhli sünnə, deyir. Deyir, o cürə mənə o söz təsir etdim. Yəni, baxın, bir nəfərin sözü insana necə təsir edir. Bax, həqiqətən. Deyir, ondan sonra mən hidayət oldum. Ola bilər, bir nəfər, sən dinən. İnsanlara dinən. Dinən, subhanallah. Allah Azze ve Celle Quran-ı Kərimə qədər misal çəkir. Deyir ki, وَاتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً لَا يَخْلُقُونَ شَيْءٍ وَهُمْ يُخْلَقُونَ. Deyir ki, onlar Allahdan qeyrilərini, özlərini ilah götürüb, onlara dua edirlər, onlardan mədəd istəyirlər, onlardan həcət istəyirlər, ehtiyaclarını istəyirlər. Deyir, onlar yarada bilmir, وَهُمْ يُخْلَقُونَ. Onlar yaradılan olduğu halda, yəni, o yaradılıb məxluq, niyə ondan istəyirsən sən? Allahdan istə, Rəbbindən istə. Deyir ki, وَلَا يَمْلِكُونَ لِأَنْفُسِهِمْ دَرًّا وَلَا نَفْعًا وَلَا يَمْلِكُونَ مَوْتًا وَلَا حَيَاتًا وَلَا نُشُورًا. Deyir, onlar nə özlərinə zərər verir, özlərinə, bax, diqqət et, nə zərər, nə fayda, nə ölüm, nə həyata qadir deyil, nə də nuşura. Nuşur nədir? Yəni, sən qiyamət günün meydanına kim yığacaq? Ona da qadir deyil.
Sən niyə ondan istəyirsən? Subhanallah. Bax, ona görə orucun məqsədlərindən biri nədir? Həmçinin insanlara haqqı çatdırmaq. Çünki it'amut ta'am insanları nə edir? Hidayət edir, insanlara təsir edir. Ona görə Allah hidayət versin. Bəzi insanlar görürsən ki, yəni hətta bunun qarşısını almaq istəyirlər. İslam düşmənləri. İstəmirlər insanlar iftar etsin. Onlar Allaha nə cavab verəcəklər? Vallahi. Allahdan salamatçılıq istəyirik. Allah bir daha doğrusunu, Allah Azze və Cəllə bizi qorusun və bizə orucun məqsədlərini düzgün başa düşməyə müvəffəq etsin və bizdən orucu qəbul etsin və bu savabla bizi qiyamət günü Rəbbimizlə görüşəndə sevindirsin. Allah bir daha doğrusunu Subhanəkəllahum həmdik əşhədu ən la iləhə illə ənt əstəğfiruka və etûbü ileyk.